Kurslara getmişsiniz, danışmağı öyrənməklə məşğul olmusunuz. Amma nəsə alınmır, nəsə düz deyil. Məsələn, stand-up eləyə bilmirsiniz, açıq, rahat videolar çəkə bilmirsiniz. Səhnəyə çıxanda hələ də o qorxu qalıb. Xüsusən səhnədə necə danışmaq lazımdır, bunu bilirsiniz. Həyəcan sizi basır. Necə danışacağım bilmirsiniz. Mən isə stand-up eləməyi sizə çox rahat bir şəkildə öyrədəcəm. Gəlin birinci şey deyim. 5 dəqiqə həyəcanı. Bax, bu sindromdur. Çox adam bu 5 dəqiqənin qurbanıdır. Bu 5 dəqiqənin həyəcanını yaşayacaq deyə çıxıb heç yerdə danışa bilmir. Deyəcəksiniz ki, siz hardan hesablamısınız 5 dəqiqədir. İnsanın səhnədə çıxıb danışması üçün inanın ki, heç nə lazım deyil. O rahat və sərbəst danışacaq, amma ilk dəqiqələrdə heç danışa bilməyəcək. Ən yaxşı şəkildə əvvəldə hazırlaşın. Buna deyirlər ilk 5 dəqiqə həyəcanı. Yadınızda da sizi toyda rəqs eləməyə dəvət eləyəndə utanırsınız, getmirsiniz. Amma bir dəfə getdiniz, 2 dəfə getdiniz, 3-cü dəfə özünüz başqalarını dəvət edirsiniz. Bax, danışanda da belə olur. Yaxşı stand-up eləməyi öyrənmək istəyirsinizsə, həyəcan qarışıq çıxış mədəniyyətini sizə öyrədəcəm. Müraciət edin və əminəm ki, razı qalacaqsınız.